Dirçəliş Hərəkatı Partiyasının sədri istiqlalçı deputat Fərəd Quliyevdir. Fərəd bəy, xoş gəldiniz, salamlayıram sizi. Fərəd bəy, 2 gün dünəndən başlayaraq ölkə gündəmi yenidən Ramiz Mehdiyev və şəbəkəsi ilə bağlı məsələlərə Dövlət Təhlükəsizlik Xidmətinin yaydığı görüntülər və ümumi proseslə dövlətə xəyanət ittihamları ilə bağlı yenidən başladı çalxalanmağa. Əvvəl bu barədə danışmaq istəyirəm sizdən. Yəni sizin ümumi mənzərəyə münasibətinizi bilmək. Bu ittihamlar gördüyünüz kimi 2013-cü ildən belə başlamış proseslərə də diqqət yetirilir. Milli Şuranın yaradılması, o vaxt olunan hərəkətlər. Mən 2013-cü ildə ilk siyasətçi və parti sədri olmuşam, məsələlərə müraciət edilmişəm, münasibət edilmişəm. O zaman bizim Şamaxı rayon şöbəsinin sənətli nümayəndəsi Əmirxan müəllim Moskvadaydı. Və mənə məlumat verdi ki, belə bir görüş olubdur. Akt zalında Cərrahiyyə İnstitutunun Valodin iştirakına. Və çox ciddi belə bu məsələ müzakirə olunur. Mən dərhal xahiş edirəm ki, Bakı gəlsin və bunu dövlət strukturlarına danışmaq lazımdır. Çünki ölkənin taleyidir artıq. Xahişim yerə salmadı, gəldi və burada mən o zaman press aparatla əlaqə saxladım və məsləhət görüldü ki, baş prokurorla görüşüm. Baş prokurorla görüşmə gedəndə hansısa tədbirdə idi. Baş prokuror müavini Rüstəm Usulovla görüşdük. Və mən hadisəni danışdım. Əmirxan müəllim onlarla artıq görüşdürdüm. İzahatlar verdilər. Mən niyə bunu belə ətraflı danışıram? Amma çox təəssüflər olsun ki, orada bütün hər bir şey detal aydın olmasa baxmayaraq, proses dayandırıldı və sonra mən Milli Məclisdə bir neçə dəfə bu məsələ toxundum. Milli Məclisdəki komitə iclaslarında bu məsələ toxundum ki, ölkədə dövlət çevrilişə cəhd olubdur. Amma bu məsələ də qulaq ardına, göz ardına vurulmaqla o pis bir ənənə yarana bilər. Çox təəssüflər olsun ki, indi o vaxt təkcə hərəkət edənlər, dövlətin əleyhinə hərəkət edənlər yox, həm də bu hərəkətin qarşısını almaqda hərəkətsizlik edənlər də artıq çağırıb onlardan ifadə alınmalıdır. Mövqe öyrənilməlidir ki. O vaxt ki, Respublika yəni həmin o təmsil olunanlar. O vaxt Respublika prokuroru, onun müavini, o vaxt ki, Milli Təhlükəsizlik naziri, başqaları bu məsələdə soruşulmalıdır. Niyə susdunuz o vaxt? Prezident aparatından məsul olan adamlar var idi ki, danışmışdı onlarla. Sustular, mən bir neçə məsələ qaldırdım parlamentdə də, yenə də sustular. Və əvəzində mənə qarşı təbii ki, ciddi hücumlar oldu. Mənə qarşı montaj, şantaj prosesləri seçkilərdə baş verdi məlum məsələlərdə. Və bunun ardınca da Mərkəz Seçki Komissiyası da uyğun olaraq elə mənə qarşı da, deyək ki, mövqe apardı. Göründüyü qədər Rusiya çetəsi aparatda da, prezident aparatında da, hüquq mühafizə orqanlarında da, Mərkəz Seçki Komissiyasında da orta komanda şəklində mövcuddur. Çünki seçkidən dərhal sonra Jirinovski bir bəyanat verdi. Milli qüvvələri kənarlaşdırdı. Yadında da o bəyanat. Xatırlayırsınız ki, biz milli qüvvələri parlamentdən kənarlaşdırdı. Bu qədər əminliklə, açıqlıqla danışırdılar. Dəfələrlə bu məsələlərlə bağlı mən müxtəlif instansiyalar, o cümlədən Cənab Prezidentə də müraciət elədim ki, mənə qarşı olan Rusiya tərəfindən hücumların kökündə bu dayanır. Yəni Rusiya qarşı, İrana qarşı mübarizəm dayanır. Amma indi üstündən 13 il keçməyinə baxmayaraq, mənim dediklərim doğruldu. Yəni pis ənənə yarandı və yenidən, o vaxt Putinə bir məktub göndərmişdim, xatırlayırsınız, orada da öhdəlik götürdü üzərinə ki, əgər bizə çevrilişdə cəhddə dəstək versəz, biz Qarabağın Ermənistana verilməsi, yaxud da müstəqil dövlət olmasına razılaşacağıq və KTB-də daxil olmağa da öhdəlik götürdülər. O vaxt Milli Şurada olan partiyaların indi rəhbərləri və yaxud da ikinci posta tutanlar ciddi cəhlə deyirlər ki, yox, o vaxt Əlinin ya başqasının Rusiya ilə deyəcək ortaq davranışı yox idi falan. Bunlar bilirsiniz niyə belə deyir? Özləri birbaşa oradaydılar. Keçilən tədbirlərə baxın, o vitrində adını elçi-bəlçi qoyan, millətçi qoyanların əksəriyyəti təmsil olunur, görünürlər orada. Və heç bir də bu məsələyə etiraz eləmədi. Mən etirazımdan sonra, bir müddət keçəndən sonra bəzi adamlar da etiraz etməyə başladılar. Fərdi qaydada çıxmağa başladılar Milli Şuradan. Xatırlayırsınızsa. Bəyanatlarla çıxırdılar. Bəli, amma sonradan bəziləri Rusiya faktorunu da ön plana gətirirdilər o vaxt. Amma artıq deyək ki, görünmüşdür ki, fiyaskoya uğrandı bu təşkilat. Millərdər İttifaqının bir şeylə bilməməsi, Rüstəm İbrahimbayevin geri çəkilməsi məsələsi. Bu projelər başlandıqdan sonra geri çəkildilər. Bu Rusiyanın həmin günkü, həmin müddətdəki olan fəaliyyəti deyildi. Mən sizə bir epizod xatırladım. 90-cı ildə 20 yanvar qırığında yazıb verdi ki, mən Bakıya Azərbaycan Xalq Cəbhəsinin strukturları dağıtmağa gəlmişəm. Azərbaycan Xalq Cəbhəsini dağıtmaq, Azərbaycan Xalq Hərəkatını dağıtmaq, xalqın azadlıq istəyəni dağıtmaq deməkdir. O buna nail olmadı
Amma üstdən bir müddət keçəndən sonra nə etdilər? Xalq cəbhəsini dağıtdılar. Onu dağıdan qüvvələr daxildən etdilər bunu və bunu edənlər də həmrə birlikdə davranırdılar. Yəni o vaxt baxın mən 95-ci ildə həbs olunanda bir epizod da sizə deyirəm, maraqlı olacaqdır. Çünki mən və Arif Paşayev həbs olunanda bizim azadlığımıza çıxmamız üçün 1 milyon imza toplamışdı. Gergəmçən Laçın alayının komandiri Arif Paşadan sonra gedir. 1 milyon imza toplamışdı. Bizim məhkumluğumuz yox idi. O vaxt Xalq Cəbhəsi seçkilərdə iştirak edəndə bir siyahı vermişdi. Proporsional və majoritar seçki sistemi. Bizi bilərəkdən 6-cı, 7-ci yerlərə saldı. Çünki ilk 4-5 yerin alveri getmişdi. İndi məlum olur ki, hakimiyyətdə olan o çetə ilə bunlar o vaxtdan iş birliyindədirlər. Və hələ 90-lar. Bəli, Əbülfəz Elçibey o vaxt deyirdi ki, əlim, bundan bir əlim mənim əlimdə, buraxsam əlləri hakimiyyətin əlində olacaqdır. Və hətta cənab prezident İlham Əliyev bir də ifadə işlətdi ki, öz prezidentinə, öz liderinə xəyanət edən adamlar heç nə gözünə görmez. Yəni kim olursansa o, insanlar rəqib olsan da mərd-mərdana mübarizəni qəbul edirlər və xəyanəti heç kim bağışlamırlar. O zaman gəldi, məlum oldu ki, bütün bu danışdıqları bir çetenin Rusiya tərəfindən idarə olunmasıdır. 90-cı illərdə deyək ki, Yazovlar məsələnin ortasındaysa, bugün də Volodinlər ortasındadır. Nə bilim, Şoyqulun uşaqlara bu şəxslər dəyişsə də plan dəyişməyib. Əlbəttə, yəni Primakovun uşaqları ortadaydı, o vaxt elə ortadaydı və Primakovun adlı milyonlar qırılmadan çıxartdığı vaxtları, o ən fəallarından biri siyasi mənada üstü olan birisi idi. Yəni, layihə Rusiya layihəsi idi. Rusiya layihəsi idi və artıq onlar sonraki etapda, bu etapda da artıq eyni formada hərəkət elədilər. Mən indiyə qədər siz bu məsələdən bir də danışmışdım. Mən demişdim ki, əgər dövlət orqanlarının rəsmi münasibəti olmasa, mən məsələyə münasibət bildirməyəcəm. Amma artıq rəsmi münasibət var deyə rahat danışmaq mümkündür ki, bu bir çete, Rusiya çetesi milli demokratik düşərgədə olan gəlsən millətçilərə qarşı mübarizə aparıbdır. Azərbaycan dövlətinin başında olan qeyri-rus kadrlara, qeyri-rusçu kadrlara, İrançı kadrlara qarşı mübarizə aparıbdır, gözdən salma kampaniyası aparıbdır. Ölkə prezidentinin özünə qarşı proseslərdə bilməmə iştirak edibdir. Mən hesab edirəm ki, o məşhur təyyarə, bizim təyyarə qurma məsələsində, o dönəmdə Azərbaycan prezidentinin təyyarəsi uçurdu Peterburqa, hatırlayırsınızsa və havadan qayıtdı, geri qayıtdı. O zaman prezidentin də təyyarəsi qarşı böyük ehtimalla qəsd hazırlanmışdı. Çünki xalça əməliyyatından sonra belə imitasiya edə bilərdilər ki, o vaxt xalça əməliyyatı vardı, biz səhifən belə bir şey oldu. Çünki görürsünüz, bizim təyyarə vuranda Aktoya niyə yolladılar Aktoya? Onlar düşünmürdü bizim pilotlarımız təcrübəli olub, aparıb yenidə bilərlər. O boyda dənizin üstündən dənizə salma, iz itirmək istəyirdilər. Və yenə mən sizlə söhbətdə də bir də demişdim, bunu başqa TV-lərdə demişəm ki, son görüşdə Daşkənddə bizim prezidentlə Putin görüşəndə, orada bir neçə ifadə işlər. Bəzi politolog özünü adlandırırlar, siyasətçilər deyirlər ki, o çox yaxşı çıxış elədi, üzxalıq elədi. Amma adam bilməli şəkildə boynuna atdı məsələləri. Nə dedi? Birinci dedi ki, biz xalça əməliyyat edirdik, raketləri, dronları atırdıq, onun parçaları üçün təyyar edək. Bu bir, boynuna atdı. Sonraki addım da göstərdi ki, bunu düşünmüş edib. Çünki həmin generalı bizə məktub göndərdilər, İstintaq İdarəsindən, onu azad elədilər. Doğru mu? Doğru. Dedi, Həştərxana yenmək təklif elədi, yenmədilər, yalan dedi. Çünki bizim pilotlar yer istəmişdi, verməmişdilər. Səs yazısında elə bir məsələ də yox idi zaten. Mən o vaxtda dedim ki, bunlar artıq boynundan qaçırırlar. Təzminat ödəməkdə, cinayət işlərdə götürməkdə qaçırırlar. Qaçırtdılar. Çünki sonra o zaman bağladılar ümumiyyətlə. O zaman ölkə prezidentinə qarşı da bunların hərəkəti var idi və 2013-cü ildəki hadisə də dolayısıyla və birbaşa həm dövlət çevrilişi idi, həm prezidentə qarşı olan hərəkət idi, həm də Azərbaycanda sistemin konstitusiyanı pozmaq idi. Nə yazıqlar olsun ki, biz 30 ildir deyirik ki, bu adamların əlləri Rusların cibindədir, Farsların cibindədir, bizi inanmırdılar. Artıq məsələlər ortaya çıxdı. Bunlar artıq adlı şəkildə deyilmədilər. Bir neçə misalla da bunlar göstərir. Çünki minlərlə hərəkatçının qol üstündə iş başına gəlib, sonra alver edənlərə ən yaxşı sözü Elçibey demişdi. O deyirdi ki, mən Tehran uşaqları və Moskva uşaqları bir masada oturmaram. Bunlar isə gedib Moskvada Zatolindən oturub, şura yaratmışdı, eyni masada təlimat alıb gəlmişlər iş görməyə. Bunlar məktublarında da görünür, ifadələrində də görünür, orada iştirak edən bütün liderlər də bunu bilirdilər. Rauf bəyin bir müsahibəsi var idi o məsələlərlə bağlı olaraq neçələrdən. Orada da açıq detallar yazılır. Bütün bunlar onlar bilirdilər. Bunlar müzakirə olunmuşdu. Rauf bəy oradaydı və bəyanat verib çıxmışdı. Yəni
Bilirsiniz, bu 2013-cü ildəki mənim etirazım, hayqırtım, bir sos siqnalım var idi. Buna cavab verilmədi, çox təəssüf. Mən o vaxt yeganə adam idim, məsələn, bağlı etiraz edirdim və cavab bilirdim, amma ağırlıqlar üstümə gələcəklər. Gəldilər mənə qarşı, mən bir imperiyanın qarşısında dayana bilmədim, təbii ki, mənə qarşı montaj, şantaj əməliyyatları keçdilər falan. Bunlar da susqunluq göstərdilər bu çetə bir yerdə bu işlər. Amma indi açılır bu düyünlər açılır və hesab edirəm ki, artıq Azərbaycan ki öz mövqeyini müəyyənləşdiribdir konkret olaraq Rusiya platforma mərkəzli bir yeni siyasi konstruksiyadan imtina eləyib qərb mərkəzli platformadan məsələlərə baxır, açılımlara baxır və siyasi arxitekturada yer tutur ki, bu da rəğbətlə qarşılanır. Dünyada Azərbaycan və onun lideri də artıq fərqli şəkildə qarşılanır və qəbul olunur. Bəli, bugün Amerika Birləşmiş Ştatlarla olan münasibətlər, Qərblə olan münasibətlər, Türk dünyası inteqrasiyasında Azərbaycana verilən töhfələr olsun. Bütün bunlar onu göstərir ki, artıq Azərbaycan tərəfi burada Rus çetəsinin Azərbaycan dövləti başında da at oynatmağa icazə verməyəcəkdir. Bu dərinə gedəcəkdir və bu kadrlar yəqin ki, mən hesab edirəm ki, təmizlənəcəkdir. Biz ölkəyə kənarda, mən bax Yazovu təsadüfən demədim. Böyük bir imperiya ordu ilə gəlib bir şey edə bilməz. Amma içərimizdə bir sınıqlıq, satqınlıq, xəyanət olanda onun nəticələri çox ağır ola bilir. Biz içərimizdə bunları təmizləməliyik və hesab edirəm ki, bu cür atılan addımlar tamamilə doğrudur. Kimin nə deməyinə asılı olmayaraq. Mən hesab edirəm, Milli Təhlükəsizlik Xidmətinə etimadımız tam olmalıdır. Onun rəhbərliyində olan adam birinci Qarabağ savaşçısıdır və 2020-ci il hadisələrində də onların fəaliyyətindən, o struktur fəaliyyətini gördük. Eldar Mahmudov kimi yaramaz bir kadrdan sonra nüfuz itirmiş bir təşkilatı ən elit səviyyə, ən nüfuzlu bir təşkilat səviyyəsinə, hər kəsin sevdiyi bir təşkilata çevirə biləmədi. Bir güvən yerinə çevirib sanki. Çox güvən yerinə çevirdi və haqları var da, yəni doğrudan. İndi mən həmişə Azərbaycan xarici siyasətini, hərbi siyasətini dəstəkləmişəm, çünki çox ustalıqla aparılan siyasətdir. Bugün daxildə başqalarına oyuncaq olanlara qarşı mübarizə aparılmalıdır. Mən həmişə bir söz deyirdim. İndi də bunu təkrarlamaq istəyirəm ki, başqa dövlətlərə uşaqlıq eləyənlər öz dövlətinə böyüklük eləmə iddiasında olmamalıdırlar. Bu adamlar başqa dövlətə uşaqlıq eləyirlər. Gördükləri puldan da görünür. Harda görüşlər keçiriblər, hansı təlimatları alıblar. Ad var, hər şey məlumdur. Ona görə Azərbaycan cəmiyyətində mən sadə hərəkatçılar da üzüm tutuyorum. Aldanmış və o adamların yanında olmuşlar deyirəm ki, 30 ilsə oyaladılar, aldatdılar. Biz fikir dedik, amma bizim o media resursumuz yox idi. Bunları qədər, çünki Şoygun uşaqların bir media kampaniyaları var idi. Primakov uşaqlarının bir kamp var idi. Volodin uşaqlarının bir media qrupları vardı. Bizdə 3-4 dənə milli media qrupu vardı ki, ölkədə faktiki olaraq həmişə mövqelərini nümayiş etdirdilər. Onlar bizə qarşı, mənə, yaxud da millətçilər qarşı öyle mübarizə aparırdılar ki, ölkədə o adamları üzə çıxarsınlar. Ona görə mən bayaq seçkilər, misal çəkdim ki, bizi seçkiyə buraxmamaq məsələsi vardı ki, bizi 6-cı, 7-ci yerlərə salmışlar. Bizi azadlığa buraxmamızın bir yolu var. Bizi birinci, ikinci yerdə göstərməklə mandat verib toxunulmazlıq verirdi. Yəni bizi azadlığa çıxmaq istəyərdilərsə, bunu elə istəmirdilər bunu. Bir başqası deyir ki, Fazil Mustafa əleyhinə çıxırdı, əsgərə göndərdirirlər onu. Adam 3 dəfə əsgərə gedib istəyirdi. 2 dəfə. 2 dəfə. Hə. 3 dəfə dedim ya, eşitdə də göndərməsinlər yaxşı. Yəni bunlar nə edirlər? Bir Əfqan misal var, deyir, düz yerdə təpələr dağ görünür. Onlar gerçək hərəkatçıları, millətçiləri, dövlətçiləri meydandan çıxararaq Rus uşaqlarını, Fars uşaqlarını meydanda göstərməklə, saxlamaqla ölkəmizin belə qurmaq istəyirlər. Və bütün proses dönəmində, hətta 20-ci ildə yadıca salın. Deməli, bizim qərb bölgələrində ilkin döyüşlər başlarında belə. O çetə ölkənin ordusunun əleyhinə danışır. Bəli. Açıq statuslar yazılır. Açıq şəkildə statuslarla, açıq bəyanatlarla, ruhdan salma bəyanatları, elə ki ordumuz uğurlar qazanır 15 gün sonra tam fərqli bir münasibətdə məzuniyyətdə qaldılar. Və amma yenə də qazanılmış nəticələri də yenə gözdən salınır. Yenə bəli, onu deyəcəydim. Uzun müddət bu işlə məşğul oldular. Yaxşı, sən rəqabət apara bilərsən, tənqid edə bilərsən. Hərçənd bir dənə bu adamları bir dənə göstərsinlər. Bir səhifə yazıları belə yoxdur məqalələri. Bir dənə kitabları yoxdur ortada. Mən parlamentdə olan dövrdə 115 çıxışım olubdu. Hamısı tənqid ilə doludur, amma təkliflə də doludur. Mən təhqir eləməmişim, tənqid. Qarşı tərəfdə mənə sayğıyla yanaşıbdı tənqidlərim. Nəzərə alınanlar xeyli hissəsi vardı. Heç çox mənə qarşı bir baskı olmuyubdu. Buyurun,
Tənqid eləyin. Tənqid etmək başqa şeydir. Pisləri göstərmək başqa şeydir. Onun yolunu göstərmək başqa şeydir. Amma sən yaxşıları görməzdən gəlmək, ona arxa çevirmək, bu böyük bir qələbəni heçə saymaq, bu artıq təkcə prezidentə, hakimiyyətə qarşı olmaq demək deyil, şəhidlərin qanına hörmətlilikdir. Qazilərə hörmətlilikdir. Onlar doğan analara, valideynlərə hörmətlilikdir. Biz ömrümüz boyu arzulamışdıq son 30 ildə Şuşada bayraq sancaq. Hər birimizin şüarımız idi. Şuşa bayrağı kim sancsa, hansı əsgər olursa olsun, əlindən öpməyə hazırıq. Doğru mu? Bunu belə qəbullanmırdılar. Bilirsən? Çünki nə istəyirlər bunlar? Ölkənin böyük bir problemi qalsın. Ölkəni istənilən vaxt sosial çalxalanmağa salmaq üçün alət olsun. Bəli. Yəni iki cür siyasətçilər var. Biri var ki, hakimiyyət üçün bütün dövlət məqamların bəkaları qurban verirlər. Onlar edilir. Bir qrup siyasətçilər var ki, dövlət bəkası üçün, dövləti qorumaq üçün özün bütün nüfuzu qurban verməyə hazır. Hakimiyyət yalnız vasitə ola bilərsən ideyaları, düşüncələri iş başına gətirmək üçün. Amma dövlətə xəyanət eləmək, dövlətə qarşı mübarizə aparmaq, bu hakimiyyətə qarşı mübarizə aparmaq deyil. Təbii, hakimiyyət dövlət anlayışı fərqli dövlət bir maşındır, bəli. Hakimiyyət onun menecerdir, idarə eləyəndir. Bu gün odur, sabah bir başqası olacaqdır. Bu zamanla dəyişilən bir şeydir. İnsan ömrü elədir ki, dəyişilməlidir, hər halda bu formada dəyişilməlidir. Ona görə indiki halda Milli Təhlükəsizlik Xidməti başda olmaqla Dövlət Təhlükəsizlik Xidməti, Dövlət Təhlükəsizlik Xidməti prokurorluğu da bu işləri aparır. Mən onlara təbii ki, uğur arzulayıram. Bir partiya sədri olaraqdan da təşkilatımız tərəfindən dəstəklədiyini bildirirəm. Biz cəmaət içində olan adamlar olaraq onların da bilirik münasibətini. Onlar da bu məsələdə çox qəzəbli şəkildə bunlara qarşıdır. Yəni bu cür hadisələrə indiyə qədər yanaşmalar gizli saxlanılıbdır. Ondan pula, o dövlətdən pula, bu da o dövlətə uşaqlıq elə. Sən razı ol ki, katametriyyə bir daxil olaraq, sən razı ol ki, biz Qarabağa erməniləri verə bilərik. Nədirsən bir masada gəlib oturacaqsan. Ya ayıbdır yəni belə şeylər edir. Ona görə mən siz bu sualı buradan başladınız deyəm. Bəlkə biraz geniş bir icra verdim. Amma çox yəni faktlarla danışırsınız deyə mənim özüm diqqətlə bu gün də bu elə formada bir ölçü götürülməlidir ki, sabahdan kimsə bu haqda düşünməyə belə cəsarət eləməsin. Elə o məsələyə toxunmaq istəyirdim. Yəni bu Dövlət Təhlükəsizlik Xidmətinin yaydığı faktlardan sonra inkar maşınını işə salıblar. İnkar edirlər ki, bu belədir, bu belədir, bu belədir və s. və axır özlərini günahkar bilmirlər. Yəni bu ona ümid eləmə, yəni onlar adından deyirəm. Yəni ümid edirlərmi yenidən belə bir proses başlaya bilər, ola bilərmi? Yəni bu təhlükə varmı hələ də? Mən bayaq bir ifadə işlətdim. Bu inkar edənlərin çoxu kimlərdir? Mən baxıram indi tutaq ki, məsələn, Müsavatın bir məclis başqanı deyir ki, biz inanmıram ki, Əlkənin Uğurçanın əməkdaşı idi. Çünki o əməkdaşlar özləri də oradaydılar. Bir yerdə olubdular da bunlar. O vaxt Milli Şurada var idi, Müsavat da var idi. Var idilər, təbii var idilər onlar. Yaxşı, əməkdaşlıq necə olar? Sənin Moskvada, yəni yerin ünvanını deyirəm, Cərrahi İnstitutunda iclas olur, yer ölçüdə çevriliş olmalıdır. Adam da sənə verirlər ki, bundan eləyəcəksən. Pulu da deyirlər, milyarder ittifaq ödəyəcəksən. Bundan sənə düşmən bir dövlət, Qarabağ problemində yaradıbı da ortadadır, alver predmeti qoyub ortaya. Necə sən Rusiyanın əməkdaşlıq eləmirsən? Volodin birbaşa. Mən də bunu adını həmişə çəkəndə, parlamentə çəkəndə. Məni parlament rəhbərliyindən dəvət edirdilər. Məndən xahiş edirlər, sən Allah bu ruslarla, bu adamla işin olmasın. Mən də təbii ki, öz işimdəydim, sözümü deyirdim. Və cəzamı da bu formada sonra mən bu formada verməyə çalışdım. Fərq eləməz yəni. Mənim üçün dövlət maraqları hər şeydən üstündür. Qalan hər şey mənim üçün təfərrüatdır. Mən sadəcə olaraq əlimdə olan mandatdır, kürsüdür, rupordur, milli maraqların, milli düşüncənin qorunması istifadə etdiyim silahdır. Bəli. O mənim üçün vəzifə falan boş şeydir. Mən bunu həyatımla sübut eləmişəm. Mən Heydər Əliyev Naxçıvanda Ali Sovetin sədri olanda baş nazir təklif edib mən imtina eləmişəm, istəməmişəm. Ki demişəm cavanam, işləyə bilmərəm bəlkə. Əvvəl heç mənə 3-4 nazir postda başqa vəzifələr təklif edib mən imtina eləmişəm. Mən həyatımla sübut eləmişəm ki, mən heç vaxt bu vəzifə davası aparmamışam. Amma indi söhbət nədən gedir? O inkarçıların bir qismi odur. Yəni iştirakçı olubdular. Bir qismi birbaşa artıq ittiham olunanlardılar. Bəli. Nə forma o özləri müdafiə? Videoları var, səs yazıları var, amma inkar edirlər. Paçka ilə pulu götürür, belə baxırsan miqdarı təxminən bilinir nə qədər. Deyir yox, mən 2000 manat pul almışam. Bu yəni o 2000-in sayına o say uyğun gəlmir amma. Gəlmir də. Yəni özəllər demir almamışıq. Deyir almışıq. Deyir sadəcə o deyil də, yəni o qədərdir. Deyir almışıq. Yaxud da bunlar bitdiklərdə və müəyyən hərəkətlər edirdilər. Onlar demirlər biz getib orada çağırışlar. Eləyirdiniz, çağırışlar eləyirdiniz ya. Yaxşı. Sən nə vaxt normal şəkildə təklif verdin, bayaq dediyim kimi yazılan çıxış edin falan.
ölkədə hansı qəzetdə bir yazıya görə kimsə tutublar ki, adını da qoysa Ondan da siyasi kifayət məhkum. qədər tənqidi yazılar Hansı yazılır. siyasətçinin siyasi fikrinə görə indiyə qədər saxlayıblar? Belə bir şey olmayıb axı. Sən əgər bu bir məsələlərə, indi mən bax bir misal çəkdim ki, hərəkətsizlik özü də cavab veriləsi bir məqamdır. O vaxt dövlət başında olan Zakir Qaralov, Rüstəm Usubov, Eldar Mahmudovun komandası, başqaları. Mən adam gətirmişəm burada, Əmirxan müəllim burada izahat veribdi. Sonra da adam ürək tutmasından müəmmalı şəkildə öldü getdi. Bilirsiniz? Niyə ölçü götürmürdün? Aparatdan bilirdiniz, niyə ölçü götürmədiniz? Yəni bilirsən, bu adamlar araşdırılmalıdır. Bunların başında kim durur? MSK kim göstəriş verdi Fərəc Güliyevə qarşı montaj hazırlayıb? Mən bunlar haqqında məktublar göndərmişəm, cənab prezident də məktub göndərmişəm. Yəni, bu inkarçılar əllərində fakt yoxdur inkar eləsin. Mən bu qədər açıq və deyək ki, biraz da üstlərində gedərək danışmamışdım ki, təqsizlik presumpsiyası vardır, məhkəmə yoxdur, rəsmi münasibət. Artıq rəsmi münasibət var, materiallar var, ortaya qoyub. Faktlar var, görüntülər var, hər şey var yəni. Ölkənin taleyi ilə bağlı olaraqdan xəyanət elədilər, neynədilər? Bu təkcə dövlət məşğul olmalı deyil, dövlət orqanları məşğul olmalı. Hər bir vətəndaş bu məsələlərdə münasibət mövqeyi olmalıdır. Məncə də. Vətəndaş dövlətin ən yaxşı müdafiəçisidir. Bax, mən bunu bir də demişəm, bilməm ki, sizin televizdə demişəm. Türkiyədə bir intihar eləyənləri ümumi qəbristanlıqda dəfn eləmirlər. Çünki dində günahdır. Bir də vətənə xəyanət eləyənlər. Bunlar ümumi qəbristanlıqda dəfn eləmirlər. Və mən bir təklif eləmişdim, bəlkə çox iri olmuşdu, bəlkə də bəziləri xoşuna gəlməmişdi hakimiyyətdə olanların. Demişdim, Rüstəm İbrahim bəyənin özünün belə Fəxri Xiyabanda dəfn olunmasına mən normal baxmıram. Sən Rusiyanın sözünü oturtdurmuşsan, orada bir, bilirsiniz, bax, bir adamı öldürmək maddəsi ilə öldürməyə cəhd eləmək eyni şeydir. Bəli. Yəni, sən özündən asılı olmayan səbəbdən onu öldürə bilməmsənsə, bu öldürmək sayılır. Yəni, öldürmək istəmirsən, sadəcə bacarmır. Bacarmır. Səndən bir var, fikrindən daşınmırsan, bu başqa şeydir. Onda xəsarət yetirməməlisən, onda yüngülləşdirilir. Burada da sən dövlət çevşəlməyə cəhd eləmsən, prezidenti aradan qaldırmağa cəhd eləmsən, sən Qarabağ erməni verməyə cəhd eləmsən, KTBT girməyə cəhd eləmsən, gücün çatmayıb verə bilməmsənsə. Amma iddiamlar eynidir də, prinsip. Təbii eyni olmalıdır. Yəni, bu ağırlaşdırıcı nə varsa ora qoyulmalıdır. Və bu məsələdən yaxından uzaqdan kimin əlaqəsi varsa, keçmişinə baxmadan, xaricmasına baxmadan, siyasi rəyinə baxmadan, bir qrup baxırsan, bir sürü yığılıb oraya özünü elçiməti kimi göstərənlər, o tribünə baxırsan, hamısı bilir ki, bu Volodinin hazırladığı bir qrupdur orada, Moskvada. Tiflisdə də gedikdə bir pul uzadını da alıb, gəlib oturublar burada. Siz başlamışsınız Rusiyanın burada layihəsini də keçirməyə. Rəsmi iddiamda da vardı. 933 min manat pul alıblar həmin dönəmdə. İndi hələ o görünən. Görünən əsasda həmin dönəmdə. Bunlar görünməyən formada ediklər bu şeyləri. Hamısı böyük pullarla oynayıblar o dönəmdə. Hamısı da necə lazımdır belə yaxşı şəraitləri falanlar. Mən kiminsə pul saymaq düşüncəsində bunu demirəm. Amma bunlar faktiki olaraq Rusiyanın Milyarderlər İttifaqının xətti ilə müalicəsini də alıblar. Rusiyanın siyasi xətti ilə də dəstəklərini alıblar. Ölkədə də qarşılıq ediblər. Ölkədə də Rus evinin ki, artıq casus ev olduğu ortaya çıxdı. Bağlandı, yəni bağlandı. Buradan himayəsi bir qrupu da aşkarlandı. İranla eyni formada işləyibdilər. Qardaşlar, bu qurmamışıq ki, indi mən də milyonlarla insan kimi 90-cı illərdə hərəkətdə meydanlarda da olmuşam, sərhədlərdə olmuşam, həbsxanasından keçmişəm, döyüşlərində olmuşam. Döyüşlərində onu deyir. İndi bu qəhrəmanlıq deyil, yəni hər bir vətəndaşın borcudur. Yəni o milyonlarla insan və mən də ona görə bu dövləti qurmamışıq. Bu 3-4 dənə jurik gəlsin, çetə düzəlsin, biri adın müxalifət qoysun, biri adın iqtidar qoysun, biri adın məmur qoysun falan. Xarici dövlətlərlə əldə olunmuş milli nailiyyəti aradan aparmağa çalışsın. Prinsipcə dövlət satıblar da. Təbii dövləti satıbdılar. Bilirsiniz, mən müxalifətdə olan birisi. Prezidenti də tənqid edirəm, hökuməti də tənqid edirəm. Ən sərt şəkildə təkdən də verib. Açın baxın da bu indiyəni dövlür ki, Milli Məclisin kilif saytına. Bütün şeylər var, bəli, hamısı var. Açsınlar oxuyun. Hər məsələ mənim münasibətim var. Elə bir məsələ yoxdur ki, ən sərt şəkildə tənqidlərim olur. Hətta mən xatırlayıram, mən o vaxt mən də parlamentdə verəydim, gəlib gedirdim. Yəni siz Qarabağ məsələsi olanda ən belə emosional və sərt şəkildə çıxışlar eləmişsiniz. Yəni biz o gözümüzün qarşısında olub da, yəni. Doğru. Amma mən bu günlər deyək ki, mənim prezidentimi xalq əməliyyatına havada vurmaq istəyirlər, cəhd ediblərsə, elə bu vurmaq kimi bir şeydir. Prezident fərq deyil axı.
Simvoldur. Məqamdır. Bəli. Bir dövlətin bayrağı kimi, gerbi kimi. Mən də o cür Bunun qəbul kimi edirəm, bəli. Prezident olsun, Ali Məclisin sədri olsun, Konstitusiya Məhkəməsinin sədri olsun. Yəni Şeyxülislam Allah şu paşadı haqqında özün yersiz danışırlar. Qafqazda müsəlmanların lideri. Yəni olmaz. Yəni bilirsiniz, bu məsələlərə dövlətçi kəsimin baxımı başqa olmalıdır. Dövlət adamı bu məsələlərə şəxsi intriqa, qisasçılıq hissi, nə bilim, rəqabət kimi baxa bilməli deyil, baxmalı deyildir. Maduro'nun oğurlanma məqamından sonra Türkiyədə siyasi partiya liderləri Bəli, çox möhtəşəm reaksiya verdilər. Hatırlayırsınız, burada CHP mütəmadi olaraq Cənab Ərdoğanı tənqid edən bir. Bəli. Özlərini Çıxdılar, dedilər ki, nəinki bizim Cumhurbaşqanında, bizim vətəndaşlar təsbixanın qarşısında bizi görərlər və məhv edər. Bəli. Belə də olmalıdır da. Dövlət. Sən indi durublar. Yer gəlmişəm biz hər şey təsdiq olunubdur. Bəzi partiya sədrləri, özünü siyasətçi adlandıranlar falanlar ki, onlar tarixlə bioqrafiyalarında heç nə niyyətdə qalıblar. İşte oturaq danışa olmaqlar. Nə eləyiblər? Nə niyyətdə qalıblar? Sıravi hərəkatçıların, qəhrəman hərəkatçıların qolu üzərində, fəaliyyəti üzərində yer məqam qazanan adamlardır. Heç nə niyyətdə qalmır. Bir də çətin məqam yaranan kimi həmən bir dənə Şimal Demokratik şey yaradıran partisi qaçıb çıxan aradan biri qaçıb gedib İrana, biri gedib Turana falan belə. Yaxşı. İndi bu adamlar bu məsələlər belə qarşında baxıramız siyasi partiya adamlarına. Durub bu adamları müdafiə edirlər. Ən azından müdafiə eləməyə cəhd edirlər. Siz də dediyiniz kimi eyni şeydir prezident. Təbii, belə olmaz yəni. Yer gəlmişkən bu bayaq dediniz, hər bir vətəndaş bu məsələyə münasibət bildirməlidir. Mən də o mövqeyimi bölüşürəm. Çünki dövlət hər birimizin dövlətidir və hər bir dövləti qorumaq üçün hər birimizin vətəndaşlıq borcudur bu və ya digər şəkildə bunu eləməliyik. Və indi dünən açıqlanan məbləğlərlə bağlı 17 milyon manat məsələsi var idi. Yerdən bu siz bayaq o sözün arasında sözünü kəsməmək üçün daxil eləmədim, amma 17 milyon manat da sizin, bizim, yəni xalqın puludur da. O qanunsuz yolla legallaşdırılan pullardır. O da yəni bizim öz pulumuzla, öz dövlətimizə satıblar ya başqasına. Problem oradadır. Ən böyük problemlərdən biri məsələdir. Vətəndaşlar buna münasibət bildirməlidir əslində. Mütləq. Biraz baxın, indi məni biraz sadə bir kənd adamı kimi qəbul edəcəksiniz deyəcək bir ifadədən sonra mən Avrolist üzvü olanda biz gedirdik xaricə. Bizə biletlər alanda ekonomlar almırdılar da biznesdən götürdülər. İnanın mən hər dəfə narahat olurdum və bir neçə Elxan müəllimə demişəm ki, sən alıb, o ekonomda götürdü. Gör, nə qədər fərq eləyir. Bu dövlətin vəsaitidir. Burada nə fərqi? Bu tərədə gedirik biz. Bu stol biraz dar olsun, ya biraz girişli olsun falan. Mənim yoldaşlarım o bilirlər də o məsələ nədir. Mən özümü qəhrəman kimi təqdim eləmək istəmirəm. Bəzi dövlət başçıları belə ümumi təyərlərdə uçublar ora-bura ki, xərc olmasın çətin vəziyyətlər. Bu adamlar öz ölkəmizin pulunu taliblər bir başqa məsələ. Və o pulla da ölkəmizin başına oyun açmağa çalışıb. Mən də o məsələyə məhz toxunmaq istəyirəm. Nə qədər də adamlar hələ var. Təbii, bu 5 nəfərlə yedək iş deyil zaten. Mən hesab edirəm ki, elə Dövlət Təhlükəsizlik Xidməti də, münasib qurumlar da artıq bir jurnalların qabağına qoyub baxmalıdırlar. Kimlər harda nə qədər pul yığıb, hara aparıbdır falan. Bunların hamısını dövlət büdcəsinə qaytarmaq lazım. Mən parlament olanda bir neçə dəfə məsələ qaldırmışam. Parlamentdən sonra da məsələ qaldırmışam ki, dövlət büdcəsi müzakirə olanda bir qrafa salınır. Korrupsiyada mənimsənmiş pulların qaytarılması. Görək nə qədər qaytarıldı. Yaxşı, bunlar adi bir icra başçı tutulur. Korrupsiyalarla pullar altından milyonlar çıxır. Adi bir məmur tutulur bir yana. Adamı 30 günə işə qoyubdular, gedib adama taksi qoymuş ki, 100 min sən mənə. Ayıb, yəni belə olmaz yəni. Hələ də dərs olmur ha baş verənlər. Yəni bu boyda icra başçısı. Mən bilirəm ki, çətinliyini prezident bunu dərhal cəzalandırdı, onu başqa bir adam. Doğru mu? İndi hər şey prezident edə bilməz ki. Təbii də indi bu şikayətlər getdi. Prezident koordinatordur. Bu işləri koordinə eləyəndir. Kurs qoyulur. Məsələn, bugün kurs qoyulub ki, qərb yönümlü, qərb platformalı bir siyasət yürüdür. Artıq xarici siyasətlər bunu eləyəcək. Necə ki eləyir? O qoyulan məsələləri çox yaxşı idarə edirlər. Ceyhun müəllimə də xüsusi olaraq mən burada təşəkkür edirəm. Və yaxud da Milli Təhlükəsizlik Xidmətimiz müharibədə görünməyən qəhrəmanlıq eləyirdi. O ermənilərin yerini öyrənmək falan, bunlar elə belə işlər deyirlər. Ən çətin işlərdən biri məsələ olar. Hamısını gətirib doldurdular bunları. Sürünən, o elə belə iş idi bunlar görmək. Xeyr. Ya hərbiçilərimiz öz işlərini gördülər, o indi danışdılar, onlar adamın ürəyi qürurla dolu. Biz hesab edirəm ki, bu qədər görülən işlərə kölgə salan o işləri aradan qaldırmaq, dövlətin nüfuzunu qaldırmaq, dövlətin reytinqi qaldırmaq üçün
Bu korrupsiyonu kəsim var, hansı nazirlər var ki, özlərini quldur kimi aparırlar, şah kimi aparırlar, saymırlar kimi. Biri nə bilim Şoyqunun uşağıdır, biri nə bilim Primakovun uşağıdır, biri falan kəsin uşağıdır. Burada da onların da öz uşaqları vardı, media qrupları vardı, təbii işlərini görürlər falan. Əllərində də milyonlar vardı, milyardlar var daha doğrusu. İndi milyonları da qəfi hesab edirlər. Və o milyardları da dövlətə qarşı çevirir. Ona görə bunların hamısı əllərindən alınmalıdır və dövlət büdcəsinə keçirilməlidir. Normal bir şeydir bu. Pulud da, yəni. Mən həmişə məsələ qaldıram ki, dövlətə bir adam iş başına qoyanda onun mütləq əmlak bəyannaməsi olmalıdır. Sənin nəyin var? Bizə Vilayət bəy qoyulur, icra var. Vilayət bəy gəl görüm nəyin varsa. Məsələn, bir maşın var, bağım var, evim var falan. Normal. Sən işdən çıxanda bundan artıq olursa maaşın hesablanmalıdır. Necə qazanırsan bunu? Bu yoxdur. İşə girəndə nəyin var idi, işdən çıxanda nəyin var? Bununla bağlı. Prezidentin sərəncamı vardı. Hələ mən parlamentdə Gəlir deklarasiyasından 90 ildə dəfələrlə qaldırdım ki, bu sərəncam icra eləmirlər. Və adamları deyirdim, işə götürəndə mütləq onun dövlətə, millətə münasibəti öyrənilməlidir. Dövlətçilik məfkurəsi, təfəkkürünü anlayan bir adam iş başına qoymaq lazımdır. Məsələn, mən icra başçıları tanıyıram ki, başda xalq cəmaat anlayır. Məsələn, mən Ordubada, mən bir əlaqəm yoxdur ki, mən burada yaşayıram. Getmişdim orada, cəmaat hamısı bilsin necə qarşıladı. Adamın başından içindədir. Bütün gün cəmaatın içindədir. Bir dənə başqa söhbət ola bilməz orada, əyri bir şeylər olsun. Hə, dövlətin üzünü ağardır da adam orada. Bilirsiniz? Burada, məsələn, asan xidmətdən kim, onun haqqında bir fikir deyir ki. Faktda normal işləyirlər, çox da qəşəngdə qruplar işləri fəaliyyət. Amma bu digərləri ki, bu işləri görürlər. Bunlar dövlətin görülən işlərinə də damcı yığılanları vedirən yerinə tökənlər də. Mən hesab edirəm, bəlkə də mən duygusal ola bilər danışıram, hər halda mən təkliflərimi verirəm. Dövlətin özünün də işləri görməkdə təbii etaplar vardır. Hansı addımda, hansı işlər görmək lazımdır. Balans siyasəti vardır. Bəzi kadrlar ola bilər vaxtında biz düşündüyümüz vaxtda vurmamaq səbəbləri yaranır. Ki, məsələn, bugün o çevriliş üzərinə bu qədər möhtəşəm şəkildə getməlidir ki, 13 il əvvəl gedə bilməyəm, bəlkə başqa bir səbəblər o da ola bilər. Təbii, onların istintaqın bildiyi daha, dövlətin bildiyi daha ciddi informasiya var. İzə düşüb başqa şeyləri ortaya çıxmağa cəhd ediblər, əlaqələri öyrənməyə çalışır. Bu, onlar peşəkar məsələdə baxır da mən. Mən prinsipcə məsələ belə yanaşıram ki, potensialda bu əlində pulu və dövlətə bağlı olmayanları aradan hamısı yığışdırmaq lazımdır. Və bayaqki fikrimi tamamlamaq istəyirəm ki, adamları işə götürəndə bir də yoxlamaq lazımdır. Millətə bağlılığını. Yoxsa 6 dənə dil bilir falan gedib ya dövlətdən bir dənə yanından falan diplom. Mən nəyirəm 6 dil? Mənə tərcüməçi lazımdır. Tərcüməsi ilə məsələn həll edə bu işi bilən adamlar lazımdır. Bu işi görən adamlar. Dövlətə bağlı olsa, adam millətçi və dövlətçidirsə, gecə gündüz yatmaz. Kitabı qoyar qabağını öyrənər. Statistikadan, oradan, buradan, mavinindən, ondan əvvəl işləyəndən işi yönəldər. Yox, adam dövlətə və millətə bağlı yoxdursa, elə bir tükan kimi baxsa ölkəyə, elə tükan kimi də idarə edəcəkdir. Təəssüf ki, biz bunu görmüşük də, təcrübələrimizdə var. Çox təəssüf, doğru. Çox təşəkkür edirəm Fərəc.